Salam əziz və hörmətli dildaşlar, vətəndaşlar, yoldaşlar. Xoş gördük. Necəsiz? Umarım hər yerdəsiz və hər hansı bir zamandasız. Keyfiniz saz olsun, ürəyiniz şad olsun. Mən yenə də bir ayrı gün bir səfər kitab oxumaq istəyirəm. Bir səfər, bəlkə 2 səfər bir kitab oxumaq istəyirəm. Kitabımızın adı Sümürgəçi, əgər baxsam, sümürgəcinin portresi və sümürgələşdirənin portresidir. Mən bunu bilirsiniz, Türkçə, biz İranda işlətdiyimiz kimi deyək ki, istemarın əksi və müstəmirəçinin əksi. İstemarçı və istemar olunmuşun əksi. Beləsi desək daha yaxşıdır. Kitab hüdudən 60 ildən biraz çox o yüz bu yüz o zamanlar yazılıbdır. Bunu yazan bir Tuneslidir və Tunes o zaman Fransa'nın sümürgəsidir, yəni müstəmirəsidir. Gedibdir Fransa'da Sorbonne Universitetində dərs oxuyub, doktora alıb, sonra öz vətəninə qayıdarkən inqilabla üzbəüz olubdur ki, millət, yəni Tunesli ərəblər durublar ayağa, Fransızların əleyhinə inqilab edirlər, onları terror edirlər, vururlar, öldürürlər və bu kitabı yazıbdır. Bu kitab keçən 50-60 ildə heç olmasa bir 70 məmləkətdə oxunubdur və onların istiqlalına da səbəb olub, yol açıbdır. Mütəəssifanə biz İran adlanan ölkədə bu kitabı oxumamışıq, dərin oxumamışıq və farscasını oxuduğumuz üçün də yanlış mətləblər almışıq. Onun üçün mən bunun türkcəsini oxuram. Türkcəsi müstəqimən Fransədən tərcümə olduğu üçün bunun içində də Fransa sözlükləri görürük. Mən bunun 60 səhifəsinin üst-üstə oxumuşam və bu günləri 61-ci səhifəyə yetişmişik. 3-cü fəsli başlayır əslində. Bu fəslin anlamı, yəni başlığı belədir. Kəndini qəbullənən sümürgəci, özünü qəbul eləyən bir sümürgəci, istemarçı. Qəbul edir ki, mən bir sümürgəçiyəm. Bunu qəbul edir. Bu kimdir? Ya adı nə mənə, ya da kolonyalist. Buna kolonyalist deyirlər. Kolonyalist, yəni koloni sahibi, koloniçi fikrini qəbul eləyən. Olur istemarçı da, istemarçı ya istemargər sözü buradan gəlir. İndi mətni əgər oxusaq, mən çalışacağım ki, bu günləri biraz da əgər eləyə bilsəm çox oxuyayım, az tozih verim, çox oxuyayım. Sümürgəciliyi rədd edən bir sümürgəci çəkdiyi acının çözümünü isyanda bulmaz. Deyir ki, qabaqcan demişdik da, bir iyi niyyətli sümürgəçi var, bir də iyi niyyəti olmayan sümürgəçi var. İndi deyir ki, bir dənə sümürgəçi var ki, gəldi iyi niyyətlidir, gəldi bir sümürgəyə, orada millətə yaxınlaşdı. Sümürgə dövlətindən, sümürgə düşüncəsindən, sümürgəçilikdən uzaqlaşdı. Əgər indi deyir ki, sümürgəciliyi, yəni düşüncəsin, istemar düşüncəsini rədd eləyən birisi bir sümürgəci də, yəni bir sümürgəci ki, dedik sümürgəci kimdir? Diqqət buyurun, bu çox bunların çox bir ayrıntıları çox cüz'idir ona görə. Sümürgəçilik, yəni düşüncə, istemar düşüncəsi. Sümürgəçi, yəni istemargər, o adamlar ki işləyirlər. Kimlərdir dostlar? Birincisi, hər kəs ki fars dədənənədən doğulur, sümürgədir. İranda danışsaq, hər kəs, məsələn, Fransa ilə arasında danışsaq, Tunes ya Əlcəzair arasında danışsaq, hər kəs ki, ya Libi, hər kəs ki Fransəlidən doğulur, Fransəli dədənənədən doğulur, bu elə doğulmaq həman öz-özünə otomatik olur, nə mənə? Sümürgəçi. Bir də o adamlardır ki, o dövlətə istihdam olurlar,
türkdür, ərəbdir, bəluçdur, türkəməndir, qəşqaidir, lordur, ciləşdir, mazəndir, talişdir, sünnüdür, şiədir. Bunlara baxmaz, Yahudidir, ermənidir. Bunlara baxmaz. Hər kəs ki dövlətə istihdam olur, hər səviyyədə olur olsun. İranda abdarçı deyirlər də, çayçıdan tutmuş, sübürkəcidən tutmuş ta rəhbərəcə. Yəni bunların arasında hər kəs siz görürsünüz, bunlar hamısı sümürgəçidir. Bəs tamam. Sümürgəciliyi rədd edən bir sümürgəçi, əgər bir istemargər vardı ki, amma istemarı rədd edir, dedik ki, bu necə olur? Çəkdiyi acının, bu rədd edəndə bir acılıqlar çəkir da, o birisi qabaqçı dərslərdə dedi ki, bu adam ki rədd edir, işin əldən verməlidir. Hətta mümkündür xanımı bunun əleyhinə üsyan eləsin. Dostların əldən verir, yoldaşların əldən verir, yerin, rütbəsini əldən verir, hər şeyin əldən verir. İmtiyazların əldən verir. Bu acıdır da, bu çətinlikdir çəkir. Acı çətinlik. Çəkdiyi acını, çözümünü, bu acı ki çəkirdi, onun çözümü nədə tapar, nədə tapmaz. Üsyanda, isyanda, türkçəsi isyanda bulmaz. İsyanda, inqilabda görməz. Pəs sümürgəçi inqilab eləməz. Diqqət buyurun, indi diqqət buyurun, bizim Güney Azərbaycanda, Qəşqaistanda, türklərdə, türkəmənlər filan, ərəblər, bəluçlar, biz inqilab eləməkdən qorxuruq, çəkinirik. Biri deyəndə ki, biz inqilab eləyə bilirik, gəl özünü inqilab eləsən, niyə Kanadadasan deyir bizə. Elə bir ki, biz məsələn xoşluğumuzdan durmuşuq, gəlmişik bura. Aleyküm səlam. Deyir ki, bu adam isyan eləməz. İsyan inqilab. Dedik, inqilab da iki cürədir. Əsli inqilab beyində olacaqdır. Siz o zaman inqilab elərsiniz ki, şah zamanı biz inqilab eləmədik. Çünki biz şahla Xumeyninin yerini dəyişdirdik. Tacla Əmmamənin yerini dəyişdirdik. Həman şah, həman Xumeyni, hətta Xumeyninin gücü şahdan çox oldu. Beyində inqilab olmasa, toplumda inqilab olmaz. Biz niyə inqilab eləyəmirik? Niyə farsların qabağına duramırıq? Qorxuruq ki, biz bir yer alma tayı yox. Farslar gələcəklər, bizi yiyəcəklər, biz inqilab eləsək. Yəni, bu qədər özümüzü aşağı görürük. Cəlibdir, bunu da ziyalılarımız görür, yazarlarımız görür. Yəni, keçən yazılara baxın, keçən 5-10 günün yazılarına, hətta belə keçən 3 günün, 4 günün yazılarına baxın. Görəcəksiniz ki, belə bir nəqqaşi çəkirlər ki, türklər Bamador tayıdırlar, bunları yiyərlər farslar. Bunların istəyi yoxdur, iradəsi yoxdur, gücü yoxdur. Və əgər biri desə ki, ağa biz çıxırıq, əgər xiyabana gedək, radionu tutaq, televizyonu tutaq, ustandarını işğal eləyək, fərmandarını işğal eləyək, deyir ki, oturmuşsan Kanadada, deyirsən ki, içəridəki dursun, içəridəkinə dəstur verirsən. Bilirsiniz? Bu deyir ki, pəs beləsi oldu, sümürgəciyi rədd edən bir sümürgəci o acılıqlar ki çəkib, o çətinliklər ki çəkib, onu çözmək üçün, onu həll eləmək üçün üsyan eləməz, inqilab eləməz. Bəs birincisi budur, əgər sizlə mən qorxuruq inqilab eləyək, ya milləti qorxuruq inqilab eləyək, biz sümürgəciyik. Amma dönüşmüşük. Buna dedik dönüşdə, dönmüşük millətə tərəf, amma sümürgəci yox. Niyə? Çünki beynimizdə inqilab olmayıbdır. İnqilab beyində olmasa, düşüncədə olmasa dostlar, inqilab eşikdə olmaz. Eşikdəkilə müxalifət elər. Bunu istəyir desin. Sümürgəci olmaqdan kurtulmazsa, əgər bir nəfərin beyni sümürgəci İrancı olmaqdan, farsçı olmaqdan qutarmazsa nə olar? Mümkündür dilində deyə biz İrancı deyilik, biz Azərbaycancıq, biz Türk dünyasına qoşulmalıyıq. Amma bu adam beyni sümürgəci olmaqdan qurtulmazsa nə olar? Bəlirsiz bir konuma çəkilir. Bəlli olmayan bir mövzu tutar. Bəlli deyək ki, bu Azərbaycanlıdır, türkdür, türkçüdür, ya farsdır, farsçıdır. İranlı, İrancıdır. İndi bizim baxın yazarlarımızın bir çoxuna baxın. Hamımız sümürgəçi kimi düşünürük. Hamımız bir pan-İranist, pan-fars kimi düşünürük. Pan-fars da deyir, ağa inqilab eləməyin, üsyan eləməyin, biz də deyirik. Biz də, onlar bir cür deyirlər üsyan eləməyin, biz də deyirik, üsyan eləsək farslar gələr bizi yiyər. Rıza Şahın oğlu gələr bizi dubarədən bir diktatorluq qoyar, Xumeyninin içindən pis olar. Diqqət buyurdunuz.
bəlirsiz konuma çəkilir. Bəlli olmayan konum, dostlar, mən məsələn filan mövzedə konum budur, tutumum budur, yəni mövzecilik budur. Farsça mövzecilik deyirlər. Mən beləsi düşünürəm. Bu üç önləmi edərlərsə, rədd edərsə, üzr istəyirəm. Bu uç bilmirəm nə olur. Əlbəttə bunu baxdım da, amma üç yazılır, amma uç yazıb burada. Bu uç önləmi, uç hətmən başda, yəni ucu beləsi olacaqdır. Bu uç önləmi rədd edərsə, əgər bu ucdəki, başdakı neyzənin başı kimi önləm yəni mane olmağı rədd edərsə, əgər bunu rədd edərsə nə olar? Düzənə və sümürcə ilişkisinin sağlamlaşmasına katkıda bulunur. Deyir, əgər bu, dedik, üsyanı da, yəni bu uç önləmi, uç önləm inqilab. İnqilab bunu deyir, mane olsa buna da əslində. Bu üç önləmi rədd edərsə, nə olar? Düzən nəzm-i tərtib və sümürcə ilişkisi bizim İranla sümürcə ilişkimiz beynimizdədir. Biz türkçülükdən danışırıq. Azərbaycançılıqdan, istiqlaldan, federalizmdən filandan, haqdan, hüquqdan, insaniyyətdən. Amma biz İrancı baxış ilə danışırıq. Çünki beynimiz yıxanıbdır da. Bizim beynimiz sümürcədir. İnsanların beyni sümürcə olmasa vətənləri sümürcə ola bilməz, iqtisadları sümürcə ola bilməz, qolları, cüzləri, ağılları, torpaqları sümürcə ola bilməz. Əvvəl gərək beyin sümürcə ola. Bu sümürcə olunca biz qəbul eləyək, o bizə hökumət eləsin. O hökumətin qursun, biz məhkum olaq. O qanunların qoysun, biz icra eləyək. O əmir versin, biz itaat eləyək. Sümürcə ilişkisinin sağlamlaşmasına katkıda bulunur. Deyir, o sümürcə ilə olan ilişki, əlaqə, rabitə. O rabitəyə sağlanmasına, yəni onun salim saxlamasına, onun qalmasına, durmasına nə mənədə bulunan? Katkıda, şirkət edər yəni. İstər istəməz onun o istimar rabitəsinin, istimar müstəmirə, sümürcəçilik rabitəsinin qalmasına, sağlamlaşmasına neynər? Katkıda bulunar. Bir yol göstərir. Dostlarımız ki, deyir, məsələn, biz inqilab eləsək zərəlimizədir. Məsələn, dostların biri, çox da mən sevdiyim dostumuzdur, yazıbdır ki, şahın oğlu gəlsə hökumətə, əvvəl gərək mücahidlər gələrlər iş üstə, sonra mücahidlər gələrlər, müxalifləri qətliam eləyərlər, heç olmasa 200 dana türk bilginin İranda öldürməlidirlər. Yəni, ədət verir dəqiqən. Yəni ki, ağa, sən istəyirsən ölməyəsən, Rıza Şahın yanında durma, Farsın yanında, inqilab eləmə, o gələcəkdir, mücahidlər gələcəklər. Sonra bu ehtimalı da verir ki, birdən bir türk deyər ki, olan bizim Türkiyə kimi yanımızda, Azərbaycan kimi bir yanımızda güc var. Deyir ki, yox, bunların da başı filan yerdə qatışacaqdır. Bu, o dostumuzda günah yoxdur ha. Bu bizim hamımızda belə bir düşüncə var. Hamımızda belə bir düşüncə var. Dostumuzda günah yoxdur. Bu müstəmirə olmuş beynin ürətimidir. İndi deyir ki, kəndi varlığı ilə sümürcə halkının varlığı arasındakı somut ilişki burada cümlə naqis qalır. Mən bilmirəm nə mənə. Deyir ki, hər halda, deyir ki, o ehtimalən o üç önləm beləsi olacaqdır. Uç önləm beləsi olacaqdır ki, deyir, kəndi varlığı ilə, yəni mənim şəxsi varlığımla, yaşamımla sümürcə halkının, türklərin ya Azərbaycanlıların ya ərəblərin İranda sümürcə, yəni müstəmirə xalqının varlığı, yaşamı arasında somut, bəlli ilişkilər olmalıdır. Ya olmamalıdır. Olmalıdır ya olmamalıdır. Bunu demir, bəlli olmur. Burada nəzərə gələn kitabda bir irat var burada. Sümürcəciliyi qəbul etmənin, indi biz sümürcəciliyi rədd edirik İranda zahirən. Amma vaqiyyətdə dostlar, inanın mənə ki, heç kəs İranda sümürcəçiliyi rədd eləmir. Hətta Azərbaycanlılar, hətta ərəblər.
Çünki 5 nəsl biz bunu yaşamışıq. 5 nəsl yaşadığımız üçün bu bizə təbii gəlir, doğal görsənir hər şey bizə. Sümürgəciyi qəbul etmənin, sümürgə düşüncəsini qəbul etməyin bir şeyi var və yerləşimcidən kolonialist olmaya götürən yolu baştan başa kat etmənin daha rahat olması anlaşılabilir şeydir. Deyir, bu bir anlaşılabilir şeydir, bəllidir, düşünə bilərik bunu ki, sümürgəçilikdən qəbul eləsə biri və yerləşimci bir nəfər ki, köçür Azərbaycana, Farsdır, Kürdür, Bəluçdur, Ərəbdir, Lordur, Ciyləşdir, Mazəndir. Bu ki, köçür Azərbaycana, bu yerləşimcidir. Bu yerləşimci kolonialistdir, yəni dedik, sümürgəçidir. Bunu olmaya, bu adam ki köçür bunu ya orada doğulur, bunu ya o adam ki sümürgəçiliği qəbul edir, bunu kolonialist olmaya götürən, bunu nə mənə götürür kolonialist olmağa, sümürgəçi olmağa? Yol, baştan başa o yol, o düşüncə baştan başa yol bilirik da, məsələn, kinayət əslində, sifətdir, düşüncə. Yol burada düşüncə anlamındadır. Baştan başa kat etmənin, başdan başa getmənin, qət etmə daha rahat olması anlaşılabilir. Deyir, daha rahat. Əgər bir nəfər beləsi dedi, daha rahatdır. Deyir, beləsi dedi, əgər bir nəfər sümürgəçilik düşüncəsini qəbul eləsə, bu köçmən də olsa, köçmüş də olsa ora, bunun düşüncəsinin sonu istemarçılıqdır. Tamam. Kaldı ki bir kolonyalist, bir tane kolonyalist yani istemarcı, kendini sümürgeci olarak kabul eden bir sümürgecidir aslında. Bir kolonyalist aslında özünü bir sümürgeci, istemarcı gören bir adamdır. Tutuldu. Kendini sümürgeci olarak kabul eden bir sümürgecidir aslında. Ardından da kendini kendi konumunu apaçıq ortaya koyarak sümürgeciliği sümürgələşdirilməyə çalışır. Deyir ki, elə ki bir nəfər ki sümürgeciydi, bu kolonyalist oldu, yəni özü də sümürgə, inanırdı düşüncəyə, sonra buna əməldə gəldi, istemarçı oldu. Düşüncə səthindən əmələ geçdi. Hər əməl düşüncənin sonucu, nəticəsidir. Dedim, biz əgər üsyan eləyə bilmirik, çünki düşüncəmizdə üsyan məsələsi yoxdur. Çünki biz bir yerdən, billi, o Farsda deyirlər ki, dər pəs-i zehn, dər, nə mənədir o deyirlər, indi yadıma düşsə deyərəm əgər. Deyir ki, hər halda bu elə ki sümürgəçi oldu, ardından onun dalısıcan da kendi konumunu bəli, öz mövzei girisin istemarçılığa görə apaçıq ortaya koyar. Apaçıq, aydın, gizlətməz, aydın ortaya koyar. Sümürgəciliyi sümürgələşdirməyə, indi də sümürgəçilik düşüncəsindən sümürgələşdirməyə, o birisi insanların beynini değişdirib onları sümürgələşdirməyə çalışır. Pəs düşüncəni aldı, əmələ keçdi. İndi üçüncü mərhələsi nədir? Üçüncü aşama, türkcə aşama, mərhələnin türkcəsi aşamadır, mərhələ də ərəbcədir. Üçüncü aşaması budur ki, insanların beynin değişdirə, onları razı eləyə ki, sümürgə olalar. Biz İranda bunu geçmişik. Bunun da en kolay yolu qətliamdır. 2 nəfəri edam eləyəcəksən, qalanı təslim olacaqlar, qorxuya. Bu qətliamdır ha dostlar. 2 nəfərin öldürməsi o zaman ki bir millət təslim oldu, qətliamdır. Qorxuya girdilər və mövzeylərini değişdirdilər, vətən, millətdən, zaddan, halların hamısını atdılar kənara. Bu qətliamdır. Bu daha mantıklı bir tavırdır. Deyir, bunun məntiqi daha rəftar, tavır, düşüncə və rəftar. Tavır bu mantıklı bir şeydir, tavırdır, rəftardır. Sümürgəciliyi rədd etməklə birlikdə sümürgədə yaşamayı sürdürən sümürgecinin istiraplı dansından
duygusal olarak daha tutarlıdır. Deyir ki, sümürgəciliyi rədd etməklə bir nəfər əgər sümürgəciliyi rədd etsə, birlikdə sümürgədə yaşamayı, amma sümürgədə də yaşır. Gəlib də Azərbaycanda deyir, mən İran rədd edirəm, amma sümürgədə də Azərbaycanda da yaşır. Yaşamayı sürdürən sümürgəcinin, özü də dedik, ya dövlət məmurudur, ya da farsdır. İranın cəhətində sümürgəcinin istirab, qorxunc, qorxulu bir vəziyyətdə. İstirab içdə olan qorxu, vaqiyyətdə eşikdə var ya yox. İstirab çox insanın zehnisel qorxusudur. Yəni, məsələn, biz deyirik ki, inqilab ilə çıxsaq xiyabana tutulduq. Mümkün də heç tutulmayaq. Radyo, televizyonu ala bilmərik. Mümkün də ala bilək. Amma yox, bu onlara girməz. Bu onlardan qorxar. Zehnində bunları elə yaradıblar ki, bu zehnində qorxar. Fikirdir, bəlkə ittilaat məmuru, pastor, bəsici, nə bilim, hər yerdə var. O halda ki, belə deyil. Deyir ki, sümürgəci istiraplı dansından, dans oynamaqdır da, biz oynamaq deyirik. Ondan duygusal olarak, duygusal yəni rəvani, duygu, ehsas duygusal olarak daha tutarlıdır. Deyir, ondan daha tutarlıdır. Pəs nə deyir? Əgər bir nəfər sümürgəciliyi rədd eləyə, amma sümürgədə yaşaya, bu o sümürgə şeyindən daha tutarlıdır bunun mövqeyi. İndi görək, nə deyir? Bunu biraz bizə aydınlaşsa yaxşı olar. Biri yaşamını ideolojisinə uyarlamaya boşuna uğraşırkən, deyir, bir nəfər bir ideolojisi var. İstemarçılıq, ya solçuluq, İslamçılıq. İndi bunu deyir. Biri, bir adam, hər kəs olur olsun, yaşamını ideolojisinə görə, inancına, ideoloji inancına uyarlamaya, yəni ondan bunu tətabüq verməyə, bənzətməyə, boşuna uğraşırkən, amma buna boşuna çalışır ki, belə eləyə. Məsələn, yaxşı ki, mən müsəlmanam, amma müsəlman kimi yaşamırıq. Məsələn, İranda bizim hamımız üzrüqdə. Məsələn, müsəlmanlıq ideolojimiz İslamdır. Amma boşuna çalışırıq ki, hamımız müsəlman kimi yaşayaq. Boşuna. Bu, o türkçüdür ki, boşuna deyir ki, mən türkçüyəm. Azərbaycancıyam. Bir ayrısı, pəs biri bu, bir adam bu türdür ki, deyir ki, bir ideolojisi var, inancı var, amma boşuna çalışır ki, ona tay yaşasın. İnancı kimi yaşasın. Tamam. İkinci, diğeri ise bir ayrı adam ideolojisini yaşamına uyarlamaya çalışır. Bir ayrısı da var, nedir? Öz ideolojisinin yaşamında yaşamağa çalışır. Bunu istir diye. İdeolojisini yaşamağa çalışır. Biri de budur. Böylece tavırını bütünleştirmeye ve haklı çıkarmaya uğraşır. Deyir, beləliklə istir neynəsin? Böylece tavrını, fikrin və əməlin, düşüncəsin və işlərin bütünləşdirməyə. Yəni fikrin əməli o zamanacan ki, bir-biri ilə tutmurlar, bütün deyilsiz, naqissiniz. İnsan naqis qalar. Deyir, o zaman ki, düşüncə ilə əməl, tavır, bunların ikisi bütünləşməyə çalışdı, onda nə olacaqdı? Dostlar, deyir ki, onda haqlı çıxmaya uğraşacaqdı. Onda haqlı olacaq bu adam. Haqlı olmağa çalışacaqdır ki, mən haqlıyam. İndi bunu nə deyir? Bir nəfər var ki, sümürgəçidir. Sümürgəçiliyi qəbul edir. Yəni ideolojisini qəbul edir. Gəlir, bunu yaşır. Sonra da o birisi insanları sümürgəyə çevirməyə çalışır. Bu, yəni bir ideolojini inandı. O ideoloji ilə yaşamağı başladı. Sonra da bu yaşamağı ayrılara da tutuşturdu. Çünki o ona deyir ki, gərək özgələri sümürgə eləyəsin də. Bu
Deyir ki, özün haqlı çıxadar. Bu bunu inanır. Mən buna yazı yazanda dedim ki, zaten insan toplumu sümürcə əsasına qurular. Sümürcə nə deməkdir? Kar, çıxar. Bizim bir-birimizdən çıxarımız olmasa, hətta ailədə dədə ilə nənənin evlənməsində bir çıxar var. Uşaqların doğulmasında bir çıxar var. Uşaqların yekəlməsində bir çıxar var. Bu toplumun çərdəyidir. Çərdək yəni həsti. İranda buna cami işində həstəxana, ictimai həsti deyirlər. Ya fikrim cəmiyyət həsti, belə ictimai həsti deyirlər fikirlər. Bu həman çərdək toplum. Nə qədər bu toplum genəşilsə, biz bir-birimizdən faydalanmaq üçün toplumsal yaşarıq. Əslində sümürcə əsasında yaşırıq, amma qarışıqlı bir toplumdur bu. O zaman ki, bir nəfər ya bir sistem daha çox sümürcə alır, qazanc alır, fayda alır, o birislər daha çox azalırlar, burada keçər sümürcəçilik sisteminə. Bura keçəndə o adam ki, məsələn, pulu vardı, deyər ki, mən karxana qurum, məsələn, 1000 nəfər işlədim. Sonra deyər, bunu eləyim 10.000 nəfər, 100.000 nəfər. Çünki bir nəfərdən gündə 10.000 tümən mənə qalsa, 1000 nəfərdən gündə 1 milyon qalsa, 100.000 nəfərdən gündə, məsələn, 1 milyard qalar. Məsələn, o ədədlərdə söhbət yoxdur. İstəyirəm deyəm ki, yəni o istimarçılıq fikrinə dərindən girişər. Amma bir nəfərin ideolojisi var. Azərbaycançılıq, türkçülük, azadlıq, istiqlal, bu ideolojidir. Vətənçılıq, millətçılıq, bunlar ideolojidirlər. Bizə indi bunu deyəndə adamlar deyirlər ki, ideoloji deyil. Baxın, bir nasionalist millətçılıqdır da. Nasionalist özü bir ideolojidir, millətçılıqdır. Və o birisilər də buna tar. Onlara keçməyək. Deyir ki, amma əgər bir nəfərin bir ideolojisi var, amma o ideolojini yaşamır və yaşatmır, yaşatmağa da çalışmır. Məsələn, biz Azərbaycancıyıq, türkçüyük, bunu yaşamaq üçün özümüz bir iş görmürük. Özgələrə yaşatmaq üçün də, bu düşüncəni yaşatmaq üçün də bir iş görmürük. Yəni, özgələrin zehninə də bunu soxmuruq ki, yerləşdirmirik ki, onlar da türkçü olsunlar. Tamam. Genel olaraq, genel dedik ümumiyyətdə, yaygın olaraq baxıldığında, əgər ümumi şəkildə baxsaq, yaygın olaraq baxsaq, kolonyalist olaraq olmaq, bir kolonyalist istemarçı olmaq, sümürgecinin doğal eğilimidir. İstemarcənin təbii, doğal eğilimidir, istəyidir, arzusudur, niyyətidir. Eylemlə biraz fərqi vardır. Eğilim, yəni içimizdəki bir istək. Pəs beləsi dedi. Genel əgər baxsaq, ümumiyyətlə bir baxsaq dünyanın hər yerinə, tək Azərbaycana yox, kolonyalist bir adam, kolonyalist olmaq üçün sümürgəcinin doğal eğilimidir. Deyir, bu şey bunun doğalındadır. Niyə? Çünki dedik, doğuşdan ya da idari dövlət sistemə istihdam olmaqdan bu olar kolonyalist. Hər dərəcə ki, dövlətə bağlı olsa. Onun doğalı olar, təbiəti olar. İndi bunları açıqlayacaqdır. Bir göçmənlə doğuşdan kolonyalist olanı bir-biri ilə qiyaslamaq gələnəksəldir. Gələnəksəl, yəni raic. Gələnek, bir dedik ki, yəni ürf. Gələneksel, yəni ürfüdür. Ürf bilirsiniz, yəni raicdir. Məsələn, qonaqlığa gedəndə ya qonaq gələndə təmiz geyinmək, şik geyinmək, məsələn. Amma evdə özümüz tək olsaq, bunları məsələn, nəzərdə almarıq. Bu ürf deyil. Məsələn, oruçluqda orucu yeməmək, məsələn, ürfüdür. Göz qabağında heç olmasa, daldıda özləri bilərlər. Amma göz qabağında məsələn, bu ürfüdür. Məsələn, biri ölübdür, onun əzasına qırmızı geyib getməmək. Bu ürfüdür. Nə ölüyə bir şeylər, nə diriyə. Yəni, nə o qırmızı giyənə bir şeylər, nə qərəciyənə bir şey edir. Amma ürfüd belədir. Deyir ki, sən qərəciyinə, məsələn, hörmətsizlik fərz edir. Pəs deyir, bir göçmən o adam ki, köçür.
Bir dana Kürt ya, bir dana Ərəb, bir dana Bəluç, bir dana Farsçı köçür Azərbaycana. İndi ya dövlətə istihdam olub köçür, ya deyir ki, gedim Azərbaycanda pul qoyum, orada qazanım, orada daha çox qazanmaq olur. Göçmən budur. Biri keçir Türkiyəyə. Niyə? Deyir ki, orada əmniyyət çoxdur, ev ucuzdur, iş çoxdur, nə bilim, pasportunun ərzişi çoxdur. Bu göçməndir, köçür oraya. Yaxşı, bir göçmənlə doğuşdan kolonyalist, bir də adam var ki, doğuşdan kolonyalist, doğuşdan doğan andan, hətta ana qarından bu bir dana cənin olarkən, uşaqda qarın bəbə olarkən, nədir bu? Bir sümürgəçidir, kolonyalistdir, kolonyalistdir. Deyir ki, bunu kolonyalist olanı bunları bir-biri ilə müqayisə eləmək bir gələnəksəl bir işdir, bir ürfi bir adətdir. Yəni deyir, tamam kitablarda yazarlar, bunu gətirirlər, deyirlər ki, bunu düşünmək üçün ki, nə var, nə yox, gələk bir dana köçmən ilə, bir dana uşaq ki, nənədən doğulur, amma sümürgəçidir, onu qoyaq bir dibinə. Deyək ki, indi bir dana Fars gəlir Azərbaycana, nənədən uşaq doğur Azərbaycanda. Fars nənə dədədən, dövlət də göndəribdir, ya özləri gəliblər, bunlardan bir uşaq doğur. Bir dana da Kürt gəlibdir, ondan da o da özü gəlir. İndi bu iki dananı bir-birinə müqayisə edək. O uşaqla bir dana 50 yaşında Kürdü, ya Ərəbi, ya Bəluçu müqayisə edək. Ya bir Farsı ki, hətta bu Fars əvvəldə doğuşdan o şeydir də, deyil, bu olmaz. Doğuşdan kolonyalisti, o kolonyalist. Bir göçmən sümürgəcilik doktrinini daha yavaş bənimsəməkdədir. Bir göçən adam kolonyalist istimar düşüncəsini bənimsəmək üçün özünün mənimdir bu. Bunu düşünmək üçün mən bunu düşünürdüm ki, buna farsca nə deyək məsələn? Xodi. Ya da bir ayrı anlamı da var. Nə mənədir? Bu Farsı danışmadığım üçün yavaş-yavaş gedir. Bir göçmən sümürgəçilik döktürünün dedik ki, düşüncə, fikir. Taza bir fikir, fərqli bir fikir. Bir düşüncə, bir göçmən sümürgəçilik doktrinini daha yavaş bənimsər, xodi midanət, qəbul elər. Burada qəbul eləmək daha yaxşıdır. Düşüncə, istimar fikrini daha yavaş qəbul elər. O adam ki, köçübdür, bir Kürt. Məsələn, biz Kanadaya köçmüşük, biz sümürgə fikrin Kanadada yavaş-yavaş qəbul elərik, mənimsərik. Zaman içində ki, əslən mütəvəccih də olmarıq. Doğuşdan sümürgəci olanın kolonyalistə dönüşümü daha kaçınılmazdır. Amma bir nəfər ki, nənəsindən doğmaqdan sümürgəci istimarçı olur, onun sümürgəci olanın kolonyalistə dönüşməsi, dönüşümü daha kaçınılmazdır. Əslən imkansızdır ki, bu kolonyalist olmaya. Daha kaçınılmazdır. Yəni, qeyri-mümkün əz ki, təbdil nə mənə olmasın. İstimargər nəşəvət. Pəs deyir ki, bunu bu anlamda dedi. O adam ki, köçür, o yavaş-yavaş dönüşər istimargər olur. Amma o uşaq ki, dədənənəsi istimarçıdır, ondan doğulur, o öz-özünə istimarçı olar. Bunun bir anlamı da var. O sümürgəyə gələn, köçən mümkündür ki, sonunda sümürgəçi olmaya. Bunu da orada anlamından çıxır. Çünki o qaçılılmazdır. Bu qaçınılmazdır, o qaçıla bilər. İndi deyir ki, ailə ətkisi, niyə? Baxın, uşağı deyir əvvəl. Ailə ətkisi, əvvəl dədənənənin təsiri. Biz bilirik ki, uşağın birinci beyin yıxanı dədənənədir. Hətta famililər, məsələn, bir uşaq doğur müsəlman ailədə, bunun birinci qulağına ad ox, əşədən la ilahə illallah oxurlar. Yəni, beyni yıxanmaq başlandı.
Əlbəttə ki, bu nənə qarnında buna deyirlər, məsələn, sənin baban belədir, dədən belədir, nənən belədir, xalan belədir, əmin belədir, dayın belədir. Bunları nənə qarnında da deyirlər. O da içəridə eşidir uşaq. Ya məsələn, nənə bir şeydən acıqlanır, onu uşaq hiss edir. Xoşu gəlir, onu da hiss edir. Gülür, onu da hiss edir. Hətta nənə əgər biraz çox şad olsa, uşaq çox içəridə çabalar, çox əyaq atar. Nənə qəmgin olsa, uşaq yığışsa bir yerə, uşaq da içəridə yığışar, büzüşər bir yerə. Ailə etkisi. Pəs birinci etki ki, uşağın üstündə qoyulur, ailədir. Ailə əgər kolonialistdir, sümürgəçidir, uşaq sümürgəçi alacaqdır bunlardan. Məsələn, nökərləri var evdə. Gəl, get, otur, dur, niyə elədin, niyə eləmədin, məcə filan. Bunları ki, sözləri ki, ona deyəcəklər, onu təhqir eləyəcəklər, uşaq buna adət eləyəcəkdir. Beləsi danışarlar. Niyə? O üçün bizdən deyil. Amma xalası, dayısı, əmməsi, familləri, farslar gələndə bir ayrı cür danışır, bir ayrı cür rəftar edir. Görür ki, məsələn, bunlarla bir ayrı cür danışılır, onlarla bir ayrı cür. Bunlara bir ayrı sözlər işlədir, onlara bir ayrı sözlər işlədir. Buradan uşaq nə edir? Ailə etkisi alır. Etki, təsir. Kazanılmış haqlar. Bir haqları qazanıbdır bunun dədə-nənəsi. Məsələn, farslıq qazanıblar. İdarə işləri qazanıblar. Bir də üstünlüklər qazanıblar. Bunlar o ələ gətiriblər. Bir də üstünlükləri ələ gətiriblər. İçində yaşadığı durum. O bir durumun içindədir da. Farslığın içindədir ya mədrəsəyə gedir, mədrəsəsi fars mədrəsəsidir. Məsələn, qədim zamanlar Azərbaycanda fars mədrəsəsi yox, erməni mədrəsəsi var idi. Fars gəlsəydi, uşaqların erməni mədrəsəsinə göndərirdilər. İçində yaşadığı durum, tamam. Böyük ölçüdə etkisində qaldığı və sümürgeciliyin ideolojisini oluşturan edinilmiş durumlar onun özgürlüyünü kısıtlar. Deyir ki, indi burada biraz uzun oldu. Dedi ki, sümürge ideolojisi, istemarçılıq ideolojisini oluşturan, nə mənə bunu düzəldir? İdeolojini nələr düzəldir? Sərmayə, pul çox qazanmaq, adamları əşyalamaq, dillərin danmaq, kimliklərin danmaq, bunlar və özününkün üstün tutmaq. Mən üstünəm, dilim üstündür, ədəbiyyatım üstündür, tarixim üstündür, sənin dilin yoxdur, ədəbiyyatın. Bunlar o ideoloji kimliyin oluşturan ünsürlərdir. Tamam. Durumlar. Bir pəs oldu, oluşturan, ideolojini oluşturan edinmişlər dedik da, bunları saydım. Edinmiş, yəni ələ gətirilmiş, qoyulmuş o ideolojinin içində olanlar, edinmiş, yəni onun içindəkilər. Bir də durumlar. O, hangi mövqeyiyyəti siyasidə, ictimaidə nə rəftar eləyəcək? O da durumdur. Onlar onun özgürlüyünü, o uşağın azadlığını, baxın, ailədən başladı. Özgürlüyünü, yəni azadlığını kısıtlar. Onu məhdud elər. Kısıtlamaq, ərəb sözü ki, məhduddur. Məhdudun türkçəsi kısıtlamaq. Kısıtlar. Yəni, bizim dədə-nənəmizin düşüncəsi, onların ideolojisi, biz dostlarımız, famillərimiz, gəlgədələrimiz kimlərində o yaşam, idarədə kimlərlə gəlgəd edirik, kimlərlə oturdur edirik, toyumuz, əzamız filan, bunlar, bir də daha nə mənə, bir də durumlar. Toplumda məsələn, biri ölür, nə cür rəftar edirlər? Biri evlənir, nə cür rəftar edirlər? Birin işdən çıxadanda nə cür rəftar edirlər? Birin tutanda nə cür rəftar edirlər? Fars olsa nə cür rəftar edirlər? Türk olsa nə cür rəftar edirlər? Bu arada bunlar neyini deyir ki, bunlarla biz uşağın neynərlər? Uşağın özgürlüğün azaldarlar, kısıtlarlar, yəni məhdud elərlər, azaldarlar. Uşaq bunların təsirində qaldıqca üzdən beyni yıxanılar. Yəni, əgər bir dənə uşağın beynin yıxamasaq, məsələn, dinçiliği öyrətməyək, o mümkündür, yekələndə ayrı bir din əslən çıxada. Amma biz insana bir din versək, Allahlıq, o Allahlıqdan sonra bir ayrı dinləri düşünə bilməz, düşüncələri düşünə bilməz. Çünki biz onun zehninə mıxladıq da, o mıxla, bura tablo, mən bu bayrağı bura mıxlamışam, yaxud asmışam. Ya gərək bunu mıxları çıxadam atam ki, çox zordur, ya da ki, elə bu buradadır da.
Da mənə ayrı bir bayraq bunun üstünə açsam da o qət məna verməz. Tamam. Bu gəldi kısıtladı. Nə var ki? Bunun temel bir ayrım olduğuna inanmıyorum. Diyor ki bunun bir əsası bir ayrım, təbiz olduğuna inanmıram. Nə var ki? Bunun temel əsas, paya, bünövrə bir ayrım, fərq olduğuna inanmıyorum. İnanmıram ki bu bir ayrı əsas fərqidir, əsas bir şeydir, ayrımcılıqdır. Diyor ki, yani sümürcə ilə bunun arasında, üzrsən, köçmən ilə şeyin arasında buna mən çox inanmıram. Çünki elə o da bu ideolojini yaşasa, elə bu olacaqdır. Qəsbiçi dedik kimdir? Kitabın əvvəlində tərif elədik. Qəsbiçi o adamdır ki, gəlir və bu torpağı işğal edir. Azərbaycan bilirik ki, işğal olubdur. Qətliam olandan sonra işğal olubdur. Sonra da beyinlərimiz işğal olublar, yəni müstəmirə olubdur. Sonra toprağımız müstəmirəliğə biz razı olmuşuq. Tarixinə, dilinə, ədəbiyyatına, hər şeyinə razı olmuşuq ki, müstəmirə olaq. Qəsbiçi bir ayrıcalıqlılığının maddi koşulları bunları doğuştan miras olarak alanla oraya geldiği an yararlanan açısından aynıdır. Diyor ki bir qəsbiçi işğalçı bir ayrıcalıqlı təbiz, tərəfdarı təbiz farsça desək. Təbizçi maddi koşulları, bunun pul, maddi sadəcə pul deyil dostlar. Yer sahibi olmaq, mülk sahibi olmaq, maşın sahibi olmaq, ağac sahibi olmaq, bir şey sahibi olmaq ki, pul da olmaq, pul da maddidir da, yenə də o da. Əlbəttə yavaş-yavaş pul gedir kredi kartacada biz burada maddi durumun görməyəcəyik. Bundan bu üzrə pullar hamısı beyinsəl olacaqdır. Yəni yoxdur eşikdə. Biz indiyəcən pulu, maddini o şeydir ki, deyirdik, əl vururduq. İndi yavaş-yavaş bu pul qavramı yavaş-yavaş ortadan uçur. Kağız və dəmir aradan gedəcək yerinə məsələn onlayn pullar gələcək ki, heç kredit kart da bəlkə kredit kart kimi bir şey gələcəkdir ki, fəqət biz kart əlimizdə var, o kartı bilirik, bu kartdır. Falan bankın kartıdır, amma bunun pul deyil, qətlən pul deyil bu. Amma fikir yox, bəlkə bankda bir yer var, orada bizə pul qoyublar ora. Orada da pul yoxdur bilirik, sadəcə biz bir gücə malikik, o güc alver edir. Qəsbiçi bir ayrıcalıqlının maddi koşulları, koşul şərait, maddi şəraiti bunları doğuştan miras olarak alanla bir de bir adam ki bunları maddi şəraiti ve ayrıcalıqları, təbizləri doğuştan alır, nədəni doğmaqla alır. Oraya gəldiyi an, o köçmən gəldiyi an yararlanan açısından aynıdır. O adam ki o niye varışını dedi, ha ne var ki onu istirtoz versin. Bir adam ki doğuştan bir təbizlərə malikdir. Ya bir adam ki işğalla, qaspçılıqla bir təbizlər alıb əlinə, bir imtiyazlar alıb. Təbizə burada imtiyaz desək daha yaxşıdır. Üstünlük desək daha yaxşıdır. Deyir ki, bunu alıb əlinə, o adamla heç fərqi yoxdur ki, bu gün gəlir, amma həmin imtiyazlara sahibdir. Deyir ki, oraya gəldiyi an yararlanan, o təbizlərdən faydalanan, yararlanan, yəni faydalanan, fayda sözü ərəbcədə, onun türkçəsi yarar, açısından aynıdır. Deyir, bu baxışdan baxışaq eyni bildilər. Fərqi yoxdur. O doğulandan o imtiyazları sahib olur, o birisi işğal edəndən o imtiyazlara sahib olur. Bu da o toprağa gələndən bu imtiyazlara sahib olur. Məsələn, Kanadaya, Amerikaya gələnlər 5 il sahib olanmazlar imtiyazlara. Avropaya gedənlər bəzi məmləkətlərə 7 il, 10 il sahib olanmazlar. Ondan sonra da bir imtihan alarlar. Sən o imtihandan geçməsən də yenə də o imtiyazlar ki, onların var idi, sahib ola bilməz. Məsələn, mənim oğlum indi 18 ildir Kanadadır, hələ o imtiyazı ələ gətirə bilməyibdir ki, bir dənə uşaq doğuşdan alır. Buna da şərtlər qoyulur. İstədim mən də bunu artıram bu adamın sözünə, onu artıram. Zahirən o zamanlar
Kanadada da, Amerikada da bir nəfər özün getirsəymiş Kanadaya, məsələn, 100 il bundan qabaq, 50 il bundan qabaq, hətta yer verərmişlər onlara. Yəni qərələrin, bu yer sahibləri, qızıl dərili dedikləri insanların, burada aboriginal deyirlər, ya natives. Nativlərin torpaqların verərmişlər onlara. Nativlərin özlərinin haqları yoxdur, torpaq sahibi olalar, amma onlara yer verərmişlər müftə. Sən get filan yerdə, məsələn, 2000 hektar yer var, ya 1000 hektar yer var, ora sənin. Adam gedərmiş, orada çalışarmış. İndi isə bunlar yoxdur. İndi deyir ki, sən Kanadada və Amerikada deyir 5 il, Avropanın bəzi yerlərində 10 il deyirlər ki, sən gözləməlisən, görək ki, sən ləyaqətin var, bizim imtiyazlar ki, bizim varımızda sənin də olsun ya yox. Türkiyədə və bəzi məmləkətlərdə əlbəttə, o cümlədən Portuqalda, İspaniyada, Yunanda və bir çox Avropa məmləkətlərində şərqi, qərbi fərq eləmir, hər şeyində pulla da satırlar. Yəni sən məsələn Almanda 1 milyon dolar nəqd pul aparsan, ya bilmirəm 1 milyon 700 min dolar pul aparsan nəqd eləyə bilirsən ki, o gün ki pulu verdin, 2-3 günün içində tamam o şəraitlər ki Almaniya var sənə də olsun. Amma əgər pulun olmasa, pənahəndə getsən ya az pulundan getsən, mümkündür ki bu 10 il sürə ya da çox sürə hətta. Bunu da buradan oxuduq gəldik. Deyir ki, bu koşulları qəbul edilirsə, bu şərait, əgər bir nəfər qəbul edərsə bu şəraiti, edilirsə, kim olduğunun və kim olacağının kavraması farklı ölçülərdə daha cahın burada A-nın üstündə nöqtə qoyubdur, biraz uzun yazır. Cah daha hızlı, cah daha yavaş, cah daha kəsin, cah daha yumuşaq, amma mütləqa bunun ardından gələcəkdir. Deyir, əgər bir nəfər bu şəraiti qəbul eləsə, sümürgəçilik şəraitini qəbul eləsə, əvvəl fikrin, sonra ora gedəndən sonra bunu yaşamağı, bunları və yaşatdırmağı qəbul edirsə, nə olacaqdır? Bu koşulları qəbul edirsə, kim olduğuna baxmayaraq, kim olduğunun və kim olduğunun önəmi yoxdur. Bu kimdir? Xanımdır, ağadır, qərədir, ağdır, qırmızıdır. Əsli mühüm budur. Türkdür, farsdır, ərəbdir, kürtdür, bəli, o mühüm deyil. Kim olacağı, hətta sonra da kim olacağı o. O deyir ki, kim olacağı kavramasını farklı ölçülərdə, deyir, fərqli ölçülərdə, yəni biraz aşağı yuxarı onu deyəcəkdir. Aşağı yuxarı deyir ki, o kim olacağı bəllidir. Kim olduğu önəm daşımır. Kim olacağı bəllidir, istemarcar olacaqdır. Fərq eləməz ki, biz müsəlmanıq gəlmişik, müsəlmanlarda sünnilər gəliblər, şiyələr gəliblər, bəhayi olsun gəlsin, dərviş olsun gəlsin, türk olsun, fars olsun, ərəb olsun, Kanadaya gələndən sonra o qızıl dərilərə, nativlərə burada biz yavaş yeri azaldırıq. Özümüzə onlardan çox haqq sahib bilirik. Bilirsiniz, məsələn deyirik ki, niyə onların bu imtiyazları var, bizim yoxdur? Ya hətta biraz keçəndən sonra deyirik ki, gəlməsinlər. Niyə türklər, ya ərəblər, ya farslar, ya onlar gəlirlər Kanadaya, gəlməsinlər. Biz işləyirik, məsələn, bu nə deməkdir? Onların sistemi qəbul eləməkdir. Kim olacağının kavramasını, düşünməsini farklı ölçülərdə, fərqli ölçülər, nədir? Daha bəzən hızlı, bəzən yavaş, bəzən kəskin, qəti, bəzən də yumuşaq. Biraz nə deyirlər, yumuşaq, biraz yumuşaq, amma mütləqa nə olacaqdır? Bunun ardından gələcəkdir, o sümürgəçilik bunun ardından gələcəkdir. Ya yavaş get, ya hızlı get, ya biraz sərd ol insanlara, əsəbanı ol, acımasız ol, ya biraz mehriban ol, fərq eləməz. Deyir ki, sən tezi bu yolu gedəcəksən. Nasıl ki, Dirahuma dedik, gözdə bir mərisçilikdir, gəlir gözə. Nasıl ki, dirahuma için evlənmək olumsuz bir işarətdir. Deyir ki, evlənməkdə əgər bir nəfərin dirahuması olsa, farsda deyir dirahuma. Əgər bir nəfərin dirahuması olsa, o evlənməkdə bir işarətdir ki, evlənməsinlər. Olumsuz, qeyri-mümkün, evlənməyin olumsuz olmasına bir işarətdir. Deyir, yaşamını sümürgələrdə geçirməyə karar vermək də
Bir işarətdir, yəni deyir. Bir nəfər də istəyir ki, yaşamını sümürgədə keçirsin. Bu da onun sümürgəci olmağına bir işarətdir. İşarət əlamət, işarətdir. Ən azından, ən azı budur. Nədir? Çoxu durumda, bir çox mövqeyiyyətlərdə, çoxu durumda kötü bir işarətdir. Bir çox mövqeyiyyətdə bu çox pis işarətdir ki, bu sümürgəci olacaq. Deyir, bu ki, bu gəlir bura, bir dana fars, bir dana ərəb ki, gəlir bura, dövlət tərəfindən istihdam olan bir kəsə, bir kimsə, fərq eləməsə, dövlət deyəndə dostlar, bimaristan, bank, nə bilim, ustandari, fərmandarı, amzış pərvəriş, müəllim, ustad, danışqa, bunların hamısı. Yəni, siz fikir eləmin ki, iş fərq elər. Əkinçilik idarəsi, cəhadi sazəndəki, nə bilim, nə mənə. Hər nə ki, dövlətə bir cürə bağlıdır, bir cürə. Hətta xüsusi şirkətlər ki, məsələn, deyək, şəhərdari şirkətləri, nə deyirlər, günlük işə alırlar adamları da, istihdam eləmirlər. Deyir ki, mənə işlə 3 aydan sonra qərardadır müvəqqət. Hətta onlar da belə dövlət işçisidirlər. Deyir, bu işçilər nə cürdür? Bunlar ən sonunda sümürgəci olacaqlar. Bir kötü işarət, pis bir dəlildir. Başlanğıcda hər şeyi qəbul etməyə hazır göçmən. Deyir, işi başlayanda göçmən, o göçmən ki, kötür. O adam ki, kötür. O köçən başlanğıcda, əvvəldə hər şeyə qəbul olsa hazır eləsin. Bu adam sümürgənin fırsatlarından faydalanmaq gibi net bir amaçla gəldikdən sonra. Deyir, bu net açıq. İngilis, latin sözdən gəlir. Açıq bir amac, hədəf. Hədəflə sümürgəyə gəldikdən sonra bu bir adam ki, gəlib nəyə? Orada sümürgədə olan fürsətlərdən faydalansın. Pəs sümürgədə olan fürsətlərdən, imkanlardan fayda almaq üçün bura gəldiyi açıq bir niyyət üzündən nə olar? Ondan sonra eylimi, niyyəti, niyyəti gərəyi sümürgəcilik yandaşı olacaqdır. Deyir, bu niyyətinin gərəyi, niyyətinin lazım olduğu şeyi budur ki, sümürgəci olsun. Eyləmi gərəyi sümürgəcilik yandaşı, tərəfdarı olacaqdır. Qərələr niyə ağac tərəfdarıdırlar? Niyə türklər fars tərəfdarıdırlar? Çünki biz farslığa yaxınlaşmaqla bir faydalar əldə edirik. Biz farslara yaxınlaşmaqla bir imtiyaz, iş, nə bilim, gəlir, bəlkə bir idarədə sözümüzə baxarlar, sözümüz geçər. Bunu əldə edirik. Bir içimizdə bir ruhsal olaraq özümüzü türk danışmayanlardan biraz üstün görürük. Onların yanında, farsların yanında özümüzü həqir görürük. Çalışır o həqarəti gizləmək üçün farsı danışaq. Farsını Tehran ləhcəsi ilə danışaq. Dostlar, bunu dedim, bir dana dostumuz bir gözəl məqalə yazıb, Fars Nimə Zəbanı adında, başlığı altında. Oxudum, çox ləzzət apardım. Burada deyir ki, farslıq türklərin yaratdığı bir dildir ki, birazı ərəbcədir, birazı farscadır, birazı türkcədir, birazı o birisi dillərdən alıbdır. Bunu yaradıblar. Mənim zehnimə batdı. Dəqiqən bu dil ordu dilinə bənzir. Fars dili ordu dilinə bənzir. Ordu dilində türklər yaradıblar Hindistanda. İndi həm Hindistanda işləyir, həm Pakistanda, həm Əfqanistanda. Hər üçündə işləyir bu ordu dili. Yəni fars dilindən yaygındır. Və adam olaraq adamın nüfusu bu dilin çoxdur fars dilindən. Tamam. Model çox sıradan və yaygındır. Deyir, bu model ki, dedik, bir nəfər sümürgəçilik düşüncəsini qəbul edirsə, köçürsə, gəlirsə, buraya ya işğal edirsə, ya doğulursa, bu elə sümürgəçi olacaqdır. Deyir, bu model çox sıradan təbiidir, yəni, və yaygındır. Sıradan, elə deyir, məmuli bir şeydir, hər yerdə tapılar, yəni hər kəs belə olsa və yaygındır, umumidir. Onun portresini
onun portresini kələməmiz kolaylıqla çizə bilir. Bizim kələməmiz, sözlərimiz o sümürgəcinin portresinin şəklini kolayca çizə bilər, çəkə bilər. Çizmək bilirsiniz, yəni çəkmək. Biz farsdan, əlbəttə özümüz türkçədir bu çəkmək. Biz bir nəqqaşını çəkirik. Türkiyədə cizmək deyirlər buna elə bir şey. Bilmirəm dəqiq, amma elə bir şey cizmək deyirlər. Çünki burada onu işlətdi. Bu adam genəlliklə gənc, sümürgəçi kimdir? İndi diqqət buyurun. Sümürgəçinin zahiri müşəxəsatını deyir ki, bundan biz iç müşəxəsatını da alacağıq. Əvvəl birincisi nə deyir? Bu adam genəlliklə, ümumiyyətlə gəncidir. Əvvəl gəncidir. Cavanlar çox köçməzlər. Köçmək gücləri yoxdur. Əksərən qocalar, yaşlılar köçməzlər. Əksərən cavanlar köçərlər. Çünki bunlar o yaşdadırlar ki, istəyirlər bir fərqlıq yaşayırlar, bir mühafizəkar deyirlər. Mühafizəkar olmayan insanlar çoxluqda köçərlər. Biri bu. Əlbəttə, bəzi nədənləri də vardır. Məsələn, o cümlədən pullular indi İrandan yaşlıdırlar, köçürlər. Onlar pulu qorumaq üçün köçürlər, mühafizəkardırlar. Mövqeyiyyətlərin, varların qorumaq üçün köçürlər. Taza bir mövqeyiyyət almaq üçün köçmürlər. Cavanlar taza bir mövqeyiyyət, taza bir durum qazanmaq üçün köçərlər. Bu fərqi var. Pəs biri budur, gənc. İkincisində mənə ehtiyatlı dedik, mühafizəkar dedim ha, o. Və nazikdir. Nazik, yəni müəddəb. Çox ədəbli görsənər. Şik giyinər, şik davranar, çox ədəbli danışar. Nazikdir. Sırtı dişdir, diş durar. Sırtı, niyə? Çünki işçi deyib bu. Bu, kariciyyətçilik, belçilik vurmayıbdır, mekanikçilik eləməyib. Bu elə diş durubdur. Cavandır da dedik. Cavan, bunun bir anlamı da budur, təcrübəsi yoxdur. Bir şeyler oxuyubdur, bir şeyler düşünübdür, beyin yıxanıbdır ya yıxanmayıbdır, o vəziyyətdə. Diqqət buyurun. Sırtı dik, düz oturar, düz durar. Yer yergəndə, boynunu əyməz, belini əyməz. Başını aşağı salmaz. Dişləri uzundur. Dişləri uzundur adamın. Diqqət buyurun dostlar, bu çox mühümdür. Diqqət buyursanız, kasıb adamların və onlar ki, yeməkləri mütənəvvi deyil. Əlləri behdaşda çatmır, behdaş deyək da, sağlıq məlzəmələrinə çatmır. Onların dişləri üstü yeyilər, gedər. Diş üstü saf olar. Əvəzinki kəsi olar, tiz olar, tiyə olar, tiyə olmaz, küt olar. İndi bu nədən olar? Adam məsələn çox yeməxi nə idi? Quru yeməxlər, buğda, qavırğa deyərik da, qavırğa. Bunlar dişi yiyərlər. Zaman içində bunlar dişi yiyərlər, diş gedər aşağıya. Amma əgər sizin dişiniz puluz olsa, fırça alsaz, xəmir alsaz, dişinizi gündə yetirsə, döhdürə geçsəz, yusa, təmiz saxlasa, dişiniz sabit qalır, uzun görsənər o birisilərdən. Əlbəttə, kasıbların bir dana mərizçilik tutarlar ki, dövlətdilər tutmazlar. O da budur ki, ləsələri, yəni bu diş ətləri, mərizlər gedər aşağıya. Diş uzun görsənər, amma əvəzinə qorxunc görsənər və ləxlər iyi verər. Bu, o istədim deyəm ki, uzun dişin fərqini bilin. Bəzi kasıb var ki, dişinin dibləri bir-birindən ayrılıbdır. Bu ət, ləsə dediyimiz şey, dişi örtmür, ortası dəlikdir aşağıdan. Ləsə gedib aşağıya, orta aşağıdan, diş üstdən yapışıqdır, aşağıdan dəlikdir. Bu kasıblıq əlamətidir. Necə ki, dişin əgər üstü yiyilibdir, enliləşibdir, o kəsərliğin əldən veribdir, bu da kasıblıq əlamətidir. Onu da görsə, onu da burada dedi. Tamam. Dişləri uzundur, onu da dedik. Nə olursa olsun, hər şeyi sistem və sistemin içindəki insanları təmizə çıxarır. Hər nə olur olsun, həm sistemi, hakim sistemi, sümürgə sistemi, həm də sistemə işləyənləri təmizə çıxarır. Dadgah o işi görür də. Dadgah əməldə, indi Azərbaycanlılar ana dili deyirlər, qanun əsası deyirlər, bunları tutursalar, bunları məhkum edir. Çünki farsları qanun əsasını niyə icra eləmirlər? Onları məhkum eləməz, onları hətta yaxçıya çıxarır. Nə olursa olsun, hər şeyi
sistemi və sistemin içindəki adamları, insanları təmizə çıxarar. Bu da o. Burnunun dibindəki yoxsulluq və ədalətsizliyi heç görməmiş kimi yapar aslında. Ya inatla. İnatla, ləczlə, ləc inat sözünəcə, ləcdir. Ləc inat. Deyir, inatla, ləcbazlıqla burnunun dibindəki yoxsulluqları, kasıblığı, yoxsulluğu və ədalətsizliyi ki olur. Məsələn, türk dili rəsmi deyil, ədalətsizlikdir, fars dili rəsmidir. Bunları heç görməmiş kimi tutar. Yapar. Mən görmədim, yox. Niyə türklərində dili var, danışırlar da. Xameneyi də tutur onu. Məmuli bir Azərbaycan türkü də bunu tuta bilir. Ya Qəşqai də bunu tuta bilir. Türkçəmən də tuta bilir. Ərəb də tuta bilir. İnatla bunu deyər, nə deyər? Yalnızca kəndisine bir yer edinməklə. Onun hədəfi yalnız, yəni hədəfi, təhcə istəyi kəndisine bir edinmək, bir şey əldə etməkdir. Edinmək bir şey ələ gətirmək mənzurdur. Edinmək, yəni bir şey özümə, mənim əlimə gəlsin. Orada deyir, ha, türk məsələdə bazar yansa mənə bir dəsmal qalsın. O. Bunun hədəfi budur. Nə olur olsun, mən farsları, İrançılığı üstə çıxacağam, türkləri şey edəcəm, çünki mənə bir işimdə qalım. Bunu deyir. Yapını, üstüsən, payını almaqla ilgilidir. Mən fəqət payımı alım. Payını almaqla ilgilidir. Mənim tamam işlərimin hamısı payımı almaq üçündür. Çünki dövlətə işləyirəm. Çünki Farsdan doğulmuşam. Bu imtiyazı verməyim. Çünki bunu verirsəm əldən payım azalar. İşməsəm Azərbaycan müstəqil olsa, mümkündür bunların bir çoxu işdən çıxalar. Çünki də Fars dövləti bunlara hüquq verməyəcəkdir. Əlbəttə tezlik da İranda 6 milyon, 7 milyon bazinşəstə var indi. Gələn 2 ildə 6 milyon bazinşəstə olacaqdır. Dövlət bunların hüququnu yetirə bilməz. Ya gərək bunları öldürə, ki mənim nəzərimə bir mərəzçilik bir şey salacaq ki, bunları öldürsün. Ona görə də koronavirüsü çox mübarizə eləmirdi. Tamam, dedi ki, çoğu zaman sümürcəyə çağırılmış və göndərilmişdir. Deyir, o sümürcəçi çox zaman ya sümürcə içindən fərmandar, ustandar, idarə, kol filan, bəhman, bunlar, bah filan, bimaristan çağırıb, gəl burada işlə. Ya da mərkəzdən göndərilmişdir. Ustandar, fərmandar, bəxşdar, şəhrdar, fərmandar. Bunları da mərkəzdə ustad danışqah. Diqqət buyurun, ustad danışqahlar pərvazidir. Müdürlər pərvazidirlər. Bəzi işləyənlər pərvazidirlər. Bunlar nədir? Deyir ki, çox zaman sümürcəyə çağırılmış, ya sümürcəyə çağırıblar, deyiblər, gəl bizə işlə, ya da mərkəzdə istihdam olublar, göndəriblər bunlara. Tehran istihdam eləyibdir, ərəbdir, bəluçdur, türkəməndir, qəşqaydır, lordur, ciləşdir, filandır, bəhmandır, kürdür, talişdir, filandır. Gedəcəksən Azərbaycanda işləyəsən, dərs deyəsən, müəllimlik eləyəsən, idarədə işləyəsən. Göndərilmişdir. Bir hamı onu oraya göndərir. Bir hamı, üzrəm, bunu iştibah oldum. Burada A uza oxuyacaq. Bir hami onu oraya göndərir. Onun bir dana rantı var. Onun bir dana, nə deyirlər? Partisi. Onun bir partisi var. Parti, hami. Onun bir himayət eləyəni var. Arxasında duran bir partisi var. Onu oraya göndərir. O işe koyur. Bir hamisi var istemarçının. Bir başkası karşılar. O ora gələndə bir başqası, bir ayrı istemarçı onun qabağına gedər, ona istiqbal elər. Ustandar gəlir, fərmandar gəlir, xaricə rəis idarə gəlir, rəis cümrük gəlir, nə bilim, bir ustad danışqah gəlir falan. Bir gedər onu oradan alar, fırqahdan, təyyaradan, otobusdan alar, gətirər. Buna deyirlər qarşılayıcı. Biri onu bu bizdə çox görülmür, Türkiyədə çox rəsmidir. Qonaq gəlsə gedərlər onu qarşılığa, yəni fırqahdan, oradan, buradan bunu alarlar, gətirirlər. Ona deyirlər qarşılıq. Biri onu karşılar. Yeri hazırdır. Onun yeri, işi, yeri, yurdu hazırdır. O gələnin. Ya çağırıblar ya da göndəriblər. Sümürcəyə özəlliklə dəvət edilmiş olsa belə,
özəlliklə, yəni xüsusilə bir bəlli məqsədlə, bir bəlli aracla onu sümürcəyə dəvət eləmiş olsalar, edilmiş olsa belə, hətta belə dəvət olmuş olsa da, çox keçmədən, ya özü gəlmiş olsa, çox keçmədən nə olar? Bir az keçmədə, o gəldi ora, amma bir ildən sonra seçkinlər arasına girir. O, seçkinlər arasına girir. Seçkinlər kimdirlər? Farslar, farsçılar, İrançılar, dövlət adamları. Deyir, bunların arasına girer. Bunlarla gəlcə edələr, bunlarla oturar, durar, bunların mədrəsəsinə uşağını qoyar, bunların imtiyazlarından bir onların ortasına girer. Sümürgeci dayanışmasının ortaya çıkması fazla zaman almaz. Deyir, bu adamın sümürgəçi olması və sümürgəçilərinin dayanışma, yəni bunlarla birləşmə və bunlarla sümürgəni qorumaq. Dayanışmayı bir-birindən ittihad eləmək, ittihad. Sümürgəci dayanışmasının ortaya, sümürgəci yolunda birləşməklərinin, birlik iş aparmalarının ortaya çıxması fazla zaman almaz. Bir az zaman geçməz ki, bunlar birləşərlər. Bir, gör nə deyər, onda belə deyər, bir yurttaşımızı zor durumda bıraka bilər miyiz? Biz bir vətəndaşımızı, farsçını, İrançını zor bir vəziyyətdə qoya bilər miyiz? Qoymarıq yəni. Dostlar, mən əgər eləyə bilsəm bu paragrafı qutardıq elə, burada qoyuq qalsın. Bir səfə yarım oldu. Yarın 63-cü səfənin başqalığından oxuyarıq. Sağ olun əziz dostlar, təşəkkür edirəm, sizə yaxşı günlər arzulayıram. Hələlik, görüşmək üzrə.